Bismillahirrahmanirrahim. Bu kitabın adı Səva'iqil Muhriqə Firrəddi alə əhlil bidə'i və zəndəqə. Bu kitab yazılıb şiəni batıl eləmək. Yəni əvvəldən axıra qədər bu kitab yazılıb ki, şiə məzhəbi batildir, nəyə etiqad eləyirlərsə hamısı səhvdir. Düzgünü müəllif İbn Həcər Heytəmi öz gümanına əsasən güya düzgünün təqdim edir. Eybi yoxdur, insandır, fikri belədir, işimiz yoxdur. Allah günahlarına əfv qələm çəksin. Üçüncü şəhid deyilən bizim şiə üləmaları arasında birinci şəhid var, şəhid əvvəl, şəhid sani, bir də üçüncü şəhid. Üçüncü şəhid Nurullah Tustari adı belədir. Onun bu kitaba rəddiyəsi var, çox gözəl rəddiyədir. Səvarimil Muhriqə. Və hər kəlməsini müəllifin götürür və lazım olan qədər cavab verir. Hər ikisi qədim alimlərdəndir. Deməli, bu kitabda bir maraqlı məlumat oxuyum, sonra hədisə gəlim. İndi onu da bilməyimiz məsləhətdir. Deməli, bu çapılan səhifə 223-də buyurur. Qaləl Qəzali və qeyruhu. İmam Qəzali, eşitmişsiniz? İmam Qəzali və başqaları deyiblər. İndi həqiqətən İmam Qəzali deyib deməyib, onu mən bilmirəm. Çünki gərək onun kitablarını araşdıran, bəlkə adından, müəllif yalandan, çünki böyücün adından danışanda təsiri də böyük olur axı. İndi burada yazılan, qədim kitabdır, təzə kitab deyil bu. Qaləl Qəzali və qeyruhu. Qəzali və başqaları deyiblər. Yəhrumu aləl vaizi və qeyrihi. Vaiz, yəni muizə söyləyən bir insan minbərə çıxır, Qur'an-ı Kərimdən və Peyğəmbər sünnəsindən insanları əxlaqa, ədəbə və axirətə meyl eləmək, cənnətə meyl eləmək, Allah rəhmətinə meyl eləməyə insanları dəvət edir. Bu vaizin işidir. Qəzali və başqaları deyirlər ki, vaizə haramdır. Nə haramdır? Dilinə gətirsin. Nəyi? Rivayət məqtəlil Hüseyin və hikayətihi. Hüseynin şəhid olma hadisəsini dilə gətirmək haramdır. Bu cahil danışmır ha bunu. Bunu alim danışır. Bunu alim danışır. İmam Hüseyin əleyhissalamın başına gələn hadisələri nəql eləmək nədir? Haramdır. Bunu kim deyir? İmam Qəzali və onun kimi başqaları. İndi Qəzali deyib deməyib bilmirəm, amma İbn Həcər deyir ki, bunu Qəzali deyib, öz öhdəsinə götürmür. Yox. Ona görə digər tərəf var gücü ilə çalışır, Aşuranı aradan aparsın. Mən rəhmətli Seyyid Məhəmməd Şirazinin Qısasül Müstəbiddin adında bir kitabı var. O ağanın yazdığı bir qissəyə şəkk elədim. Yazır ki, Stalinin haqqında yazır ki, Stalin deyib ki, Kərbəlanı vurun. Nə qədər Kərbəla var, biz İslamı aradan apara bilməyəcək, filan eləyə bilməyəcək. Mənbə dedim, bəlkə hər hansı bir kitabda filanda yazılır ki, ona da nəql olunub. İndi bu ona nəql elib, indi Stalin zülm elib, filan elib özü üçün. Da Kərbəlanla onun nə işi var? Belə özümdə fikir, şək, şübhə. Amma bunu oxuyandan sonra dedim bizim özümüz ki, belə eləyirsə, Stalin bunu dünəndən bu işin peşəkarı olar, bu işin sahibi olar. Müsəlman deyir ki, Hüseynin məqtəlini nəql eləmək haramdır. Hüseynin başına gələn hadisələri bir nəfər minbərdən nəql eləsə, o adam günah əhlidir, haram iş görür. Həmən bu etiqadda olan müəllif buyurur. Və sahha anhu, deməli səhifə 240-da. O bayaq oxuduğum hədis.
Peyğəmbərdən səhih sənədlə bizə yetişib, müəllif buyurur ki, bir nəfər rukunla məqamın arasında namaz qıla, oruç tuta və oradan dünyasını dəyişə və burada Əhlil beyt kəlməsi gəlir. Əhl-i beytin nəbi, Peyğəmbərin əhl-i beytinə. Amma burada isə ali beyt, onu sağa sola çevirmək olur ki, o əhl-i beyt filan kəsdir, filan kəs deyil. Amma ali beyt, ali Muhammed deyəndə ora başqa ehtimalın daxil olması mümkün deyil. Peyğəmbərin ali, məsələn deyir ya Allahümmə salli ala Muhammed və ali Muhammed. Həmən o ali Muhammedə kimin nifrəti olsa Allah Rəsulü buyurur ki, dəxələn nar. Həmən o insan daxil olacaq hara? Cəhənnəm. Deməli, İmam Hüseyin ağanın məsələsi nifrətin də olmasa məhəbbətin olmalıdır. Yəni mən qarışmıram, mən o işdə olub keçib filan, elə deyil. Mövqe seçməlisən ki, qiyamət günü cavab verəsən. Çünki alimlər İmam Hüseyin əleyhissalamın başına gələn bu hadisənin nəqli üçün var gücü ilə çalışır ki, olmaz, haramdır, filandır. Allah zülmkara lənət eləsin və bizə düzgün İslamı tanımaqda yardımcı